Bunu necə etdik? Gəlin bir yerdə öyrənək. İlk öncə videoda loqonun şəklini screenshot edirik və Google-da Adobe Freefly yazıb sayta daxil oluruq və burada oluşdur düyməsinə toxunuruq. Səhifədə önə çıxanlarda görüntünü seçib ikinci ürəkgən yazıma daxil oluruq və görüntü yükləyə toxunub screenshot elədiyimiz şəkli yükləyirik. Aşağıdakı qaldır tuşuna toxunub buradakı loqonu silirik və yuxarıda endirmə tuşuna toxunub şəkli qaleriyaya yükləyirik və Capcut'a daxil olub arxa planı qaldır funksiyasına keçid edib burada loqonu səliqəli bir şəkildə rəngləyirik ki, arxa plan silinsin və şəkli yükləyirik. Və bütün video şəkilləri yüklədikdən sonra loqonu seçib aşağıdakı bindirmə tuşuna toxunuruq və aşağıya enir. Loqonu birinci hizadakı video ilə eyni uzunluğa gətiririk və loqonu videodakı loqo ilə eyni ölçüyə gətiririk. Daha sonra aşağıdakı loqo şəklini birinci video ilə eyni uzunluğa gətiririk və sabit şəkildə saxlayıb yuxarıdan keyframe əlavə edirik. Şəklin orta hissəsinə gəlib loqonu yuxarıya aparırıq və burada keyframe artıq öz-özünə əlavə olunur. Daha realistik olsun deyə effektlər bölməsinə daxil olub video effektlərdə shake yazırıq və ikinci effekti seçirik və effekti loqonun tam oturduğu hissəyə gətiririk ki, daha realistik olsun. Artıq video hazırdır.